mehriban Allahın adı ilə. Salam əziz və dəyərli Meyrac Media TV izləyiciləri. Hər vaxtınız xeyirli və uğurlu olsun. Yenə xoş gördük hər birinizi. Dəyərli izləyicilər, bizim bugünkü verilişimiz diskussiya formasında olacaq və mövzusu müasir tədris metodları barəsindədir. Bildiyimiz kimi müasir tədris metodları çox olduğuna görə silsiləvi formada bizim bu verilişimiz davam edəcək. Bugünkü verilişimizin mövzusu isə müasir tədris metodlarından ənənəvi və interaktiv tədris barəsində sizləri məlumatlandırmağa çalışacağıq. Mən istəyirəm artıq verilişimizin qonaqlarını sizə təqdim edim. Marneoli Bir Sayılı İctimai Məktəbinin baş statuslu müəlliməsi Aytən İbrahimova və Tbilisi Dövlət Tibb Universitetinin tələbəsi Ülkər Hüseynovadır. Dəyərli qonaqlarımız, sizləri salamlayıram. Xoş gəlmisiniz bizim bugünkü verilişimizə. Mən istəyirəm ilk olaraq Aytən müəllimə sizə sual verim. Artıq diskussiyamıza başlayaq. İlk sualım bundan ibarətdir ki, siz neçə illərdir məktəbdə fərqli metodlardan, həm ənənəvi və yaxud da müasir metodlardan istifadə etmisiniz. İstəyirəm ki, izləyicilərimizi də bu haqqında məlumatlandırardınız. Yeni müasir metodlar və yaxud da öz təcrübələrinizdən. Əvvəla salam, mən də hər kəsi salamlayıram. Aleyküm salam. Bildiyimiz kimi əvvəllər bilik əldə etmək üçün bir müəllim, bir də kitab təhsili şagirdləri qane edirdi. Ancaq indiki bu dövrdə müəllim və kitab indiki təhsili qane etmir. Təcrübələrdə və müşahidələr də sübut edir ki, bir çox elm almaq üçün saytlar, sosial şəbəkələr var. Bundan şagirdlər sərbəst şəkildə istifadə edirlər. İlk növbədə müəllim öyrənməyi öyrətməlidir uşaqlara. Uşaqlar sərbəst olmalıdır. Bir-biri ilə əlaqədə olmalıdır. Bir-birinin fikirlərini dinləyib, bir-birlərinin fikirlərinə razılaşmağı da bacarmalıdırlar. Müəllim dərs zamanı həm rollu oyunlardan istifadə etməlidir, müəyyən səsli videolarla istifadə etməlidir. Müəllim beləliklə uşaqlara təhsili yeni formada aşımalıdır. Uşaqlarla dostcasına, hər tərəfli, bəli. Müəllim yönəldici suallar verməlidir, uşaqları istiqamətləndirməlidir. Uşaqlar, şagirdlər də həmin suallara cavab tapmalıdır, özləri sərbəst şəklində. Bəzən də ola bilər, indiki yeni dövrdə ən populyar qrup işləridir. Bir çox demək olar ki, dərslərdə qrup işlərindən istifadə edirik. Qrup işlərində isə şagirdlərin öz bilik səviyyələrinə görə seçilməlidir. Bilik səviyyələrinə görə də onlara tapşırıq verilməlidir. Məsələn, zəif şagirdlə əla şagird, yəni belə deyək, güclü şagird eyni qrupda olmamalıdır. Əgər zəif şagird güclü qrupdadırsa da, o deməkdir ki, həmin şagird pasiv oturacaq, güclü şagirdlər tapşırığı yerinə yetirəcək. Digər o biri zəif şagirdsə, eləcə dinləyəcək, sadəcə dinləyici rolunda olacaq. Aytən müəllimə, bizim özümüz də məktəbdə tədris prosesi zamanı hər zəif şagirdin yanına bir güclü şagird otuzdururduq ki, sizin də dediyiniz kimi, yəni onda o zaman həmən o yarışmayı və yaxud da kiçik diskussiyalar təşkil edirdik ki, oradan qalib çıxa bilsinlər. Yoxsa zəiflər bir tərəfdə, güclülər bir tərəfdə olduqda, yəni hər zaman bilirik ki, güclülər qalib gələcək. Bəli, elədir. Ona görə də hər şagirdə öz bilik səviyyəsinə görə tapşırıq verməliyik. Şagirdlər bir-birləri ilə
sual-cavab aparmalıdır. Bir-birləri ilə müəyyən tapşırıqları yerinə yetirmək üçün bir-birlərindən kömək istəməlidir və yaxud bir-birlərinin məsləhətlərinə qulaq asmalıdırlar. Yəni demək istəyirsiniz ki, yəni qısa şəkildə müasir metodda hər tərəfli, şagirdə bir yönlə deyil, hər tərəfli metodlardan istifadə Hər tərəfli metodlardan istifadə etməlidir. Sərbəst düşünməlidir şagirdin özü. Düşünmək bacarığı olmalıdır. Şagirdlərin bir-biri ilə əməkdaşlıqları bacarmalıdırlar. Böyüklərə hörmət qoymaq, dərsdə necə özlərini aparmağı bacarmalıdırlar. Düzdür. Aytən müəllimə, çox sağ olun. Dəyərli izləyicilər, mən də istəyirəm ənənəvi və interaktiv metodun fərqlərini sizlərə izah edim. Ənənəvi metod, orada, yəni ənənəvi metod keçmiş metoddur və müəllim bu zaman aktiv, şagird isə passiv olur. Bəli. Ənənəvi metodda, yəni sizin də xəbəriniz olar. O zamanlar hətta mənim anam hər zaman, yəni inşa yazdıranda ona deyirdi ki, bizim devrimizdə əzbərçi olduğuna görə, yəni əzbərçi metoddan, yəni inşa qabiliyyəti, yəni o daha yaxşı yaza bilmirdi. Deyirdi ki, bizim vaxtımızda biz sadəcə dərsləri əzbərləyirdik, yəni təfəkkürümüzü, o təsəvvür qaydamızı inkişaf etdirə bilmirdik. Və ənənəvi metodda həmçinin müəllim hazır kitabdan, yəni araşdırmadan hazır kitabda olan informasiyanı və yaxud da məlumatı şagirdə ötürürdü. Şagird də passiv şəkildə onu qəbul edirdi. Lakin interaktiv metod isə belə deyil. Bunun tam əksidir. İnteraktiv metodda müəllim də aktivdir, şagird də aktiv, hər ikisi və interaktiv adından da məlum olduğuna görə qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan bir təlim deməkdir. Qarşılıqlı əlaqə, yəni müəllimlə tələbə arasında olan qarşılıqlı əlaqə və şagirdlə də şagird arasında olan əlaqədən söhbət gedir. Fəaliyyət isə şagirdlərin həm emosional, idraki və fiziki aktivitələrindən, fəaliyyətlərindən, yəni söhbət açılır ki, bunun mənası buna görədir. Fəaliyyətin. Ənənəvi təhsildə bir mənfi cəhəti də bundan ibarətdir ki, müəllim şagirdlərə, yəni hər zaman orta səviyyədə baxırdı, özündən aşağı və orta səviyyədə. Həmçinin orada hər hansı bir şagird dərsi əzbərləyirdisə, onu hər zaman avtoritar, yəni üsulla ona yanaşırdı. Lakin interaktivdə isə bu belə deyil, şagirdin düşüncəsinə də önəm verilir, fikir söyləməsinə önəm verilir, sərbəst fikir söyləməsinə. Həmçinin interaktivdə bir üstünlüyü budur ki, şagirdlər informasiyanı özləri də məlumat çatdıra bilirlər. Təhcə informasiya məlumatı, yəni dərsi müəllim keçmir, şagirdə də icazə verilir ki, o da lövhə qarşısında hər hansı bir araşdırdığı informasiyanı tələbələrə çatdıra bilsin. Bundan əlavə, ənənəvi təhsildə mənfi tərəfi biri bu idi ki, keçmişdə beynin sol yarım kürəsini daha çox yükləyirdilər. Bizlər bilirik ki, beynin sol yarım kürəsində dəqiq fənlər, riyazi fənlərə o vaxt, məsələn, daha çox üstünlük verilirdi. Əmək və yaxud da bədən tərbiyəsi, musiqi, rəsm dərsləri, bəli, incəsənət, onlar ikinci yöndə. Hətta mənim yadıma düşür, məktəb illərində əmək dərsinə o qədər də önəm vermirdik. O zaman bəzi şagirdlər evə gedirdilər, heç əmək dərsinə də daxil olmurdular. Lakin indi bilirik ki, dövlət tərəfindən belə fənlərə çox önəm verilir. Çünki şagirdlərin bacarığını, həm də beynin sağ yarım kürəsini inkişaf etdirmək üçün xüsusi önəm verilir və bu fənlərin də özünün bilirik ki, dövlətdə imtahan qoyulmuşdur bu fənlərə və kitablar çap olunmuşdur. Əmək, məsələn, Xilovneba, bəzi dərsliklər, musiqi və özünün xüsusi, bəli, kitabları artıq mövcuddur Gürcüstanda. Lakin keçmişdə bilirik ki, belə deyildi. Yəni, əmək dərsində biz rəsm də çəkirdik, mahnı da oxuyurduq, musiqi, bəli, hər tərəfli idi keçmişdə.
İnteraktiv tədrisin yəni bir üstünlüyü də budur ki, şagirdlər problemi həll etməyi bacarırlar və bununla da onlarda tənqidi təfəkkür inkişaf etmiş olur. Lakin ənənəvi metodda belə deyildi. Mövzunun problemini həll etməyə çalışmırdılar. Və interaktiv tədrisdə müəllim deyək ki, informasiyanı ötürür şagirdə. Şagird bunu nə edir? Əvvəlcə araşdırır, sonra analiz edir, tətbiq edir, sonra təhqiqat da aparır və problemləri həll edir, sonda isə qiymətləndirir. Əsl interaktiv tədris, yəni təhsil budur. Lakin ənənəvi təhsildə isə şagirdlərdə motivasiya az olur və rəqabət hissi də yəni çox həvəsli olmurlar rəqabətə qarşı. Çünki keçmişdə ənənəvi təhsildə qrup işləri, yarışma və s. olmadığına görə təbii ki də şagirdlərdə rəqabət hissi də olmayacaq. Gərək yeni metodlardan istifadə olunar ki, qrup işləri, kiçik diskussiyalar, kiçik seminarlar şagirdlərdə də motivasiya yaranar və kiçik rəqabətlər artıq onlarda doğrular. Bəli, mən yəni sizlərin nəzərinə ənənəvi və interaktiv tədris barəsində qısa şəkildə də olsa məlumatlandırmağa çalışdım. İndi isə istəyirəm sualımı Ülkər xanıma yönəldim və sualım bundan ibarətdir ki, siz Dövlət Universitetində təhsil alırsınız və öz təcrübələrinizdən oradakı lektorlar hansı metodlardan istifadə edir və yaxud da indi hal-hazırda dövlət universitetlərindəki tədris metodu necədir? Biz bilirik ki, metodlar günü-gündən dəyişirilir, yeni kitablar çap olunur. Məsələn, mənim oxuduğum vaxtda İlya Universitetində mən təhsil almışam. O zaman hər lektorun özünə məxsus metodu var idi və ən çox da Avropa metoduna yönəlilmiş bir təhsil sistemi idi və rəngarəngliyi ilə fərqlənirdi həmin universitet. İndi istəyirəm Ülkər xanım izləyicilərimizi də məlumatlandırasınız. İndiki hal-hazırda universitetlərdə vəziyyət necədir? Yəni tədris metodları, yəni fərqliliklər varmı? Əsas məşhur universitetlərin metodlarını qeyd edərdiniz. Əvvəlcə universitetlərdə keçirilən təhsildə istifadə edilən metodlardan danışsaq, mən birinci qeyd etmək istəyirəm ki, biz etnik azlıqlar olaraq 1+4 proqram ilə universitetə daxil oluruq. 1+4 proqram nədir? 1 il hazırlıq kursu, qalan 4 isə bakalavr. Təbii ki, bu fakültəyə görə dəyişən bir il müddətidir. Bəli, Ülkər xanım bunu da qeyd edərdi ki, 1+4 proqramı, yəni bizim etnik azlıqlar gürcü fənlərini, imtahanları həm bilmədiyi üçün və yaxud da az bildiyinə görə və yaxud da o imtahanlardan, yəni keçə bilmədiyinə görə belə bir şərait yaradılmışdır etnik azlıqlara. Bəli, etnik azlıqlar üçün yaradılmış bir sistemdir. Hansı ki, sizin də qeyd etdiyiniz kimi gürcü dilini bilməyən Azərbaycanlılar var. Çox gözəl şəraitdir dövlətimiz tərəfindən. Bəli, Azərbaycanlılar var. Onlar bir illik hazırlıq kursu təqdim edilir. Hansı ki, o bir ildə gürcü dili öyrənilir. Təbii ki, bu sadəcə Gürcüstanda deyil, bir çox ölkələrdə var. Buna ingilis dili hazırlığı və sair kimi dillər də aiddir. Deməli, mən hal-hazırda Tibb Universitetinin hazırlıq kursunda oxuyuram və ondan danışmaq istəyirəm. Və əlavə olaraq da mənim dostlarım var, hansı ki, fərqli universitetlərdə oxuyurlar. Onları müqayisəli şəkildə danışacağam. Necə ki, bütün universitetlərdə bilirik ki, tədris metodu eyni deyil, fərqli-fərqlidir. Əvvəlcə öz universitetimdən başlayım. Bizdə daha çox ənənəvi üsulla keçirilir. Sizin də qeyd etdiyiniz kimi, lektor aktivdir, tələbələr isə passiv. Bizdə daha çox oxuma, dinləmə, test işləmək. Yəni digər aktivliklər icra olunmur. İcra olunmur, xeyr. Daha çox dediyimiz kimi ənənəvi nəzəriyyə dərsi olur. Bəs Ülkər xanım, siz lektorlardan soruşmusunuzmu ki, yəni bu beləmi davam edəcək digər kurslarda, yoxsa yəni fərqli metodlarda tətbiq edəcəklərmi? Bu əlbəttə ki, sadəcə bizdə hazırlıq kursuna aiddir. Ənənəvi üsulla keçmək. Yuxarı kurslarda artıq təbii ki, fərqli olacaq. Hər kəs öz fakültəsinə uyğun. Bizdə Tibb Universitetində həkimlər əlbəttə ki, praktik rejimdə keçirlər. Bəli, daha çox təcrübə olur.
Digər universitetlərdə isə məsələn dediyim kimi dostlarım var, fərqli universitetlərdə oxuyurlar. Onlardan aldığım müşahidələrə əsasən məsələn İlya Dövlət Universiteti onda daha çox yeni, modern, müasir rejimdə keçirilir dərslər. Hətta Ülkər xanım yəni yeni müasir metoduna görə, yəni mənim oxuduğum vaxtlarda 3 dəfə birinci yerə çıxmışdı. Yəni Gürcüstan üzərində o statistikaya əsasən mən bunu qeyd edirəm. İlya Dövlət Universiteti həqiqətən digər universitetlərə nisbətən təhsil metodu ilə fərqlənir. Məsələn, onların hazırlıq kursu sistemində oxuma, dinləmə, inteqrasiya, sonra media kursu fənləri mövcuddur. Hansı ki, fərqləndirən odur ki, məsələn, inteqrasiya fənnində tələbələr göndərilir müəyyən bir yerlərə, məsələn, müzeyə və ya Tbilisinin hər hansı bir yerinə, parkına tələbələr göndərilir, gedirlər, oranı müşahidə edirlər, getdikləri yer haqqında müəyyən məlumatlar toplayırlar və o məlumatları yığıb hazırlayıb dərsdə təqdimat hazırlayırlar, lektorlarına təqdim edirlər. Bu təcrübə və sosial baxımdan tələbələr üçün daha çox faydalıdır. Həm də daha çox Gürcü dilinə məruz qalırlar deyə Gürcü dilini daha yaxşı mənimsəyirlər. Eyni zamanda o fənlərdən qeyd etdiyim media kursu fənnində məsələn tələbələrə Gürcü dilində ofis proqramları öyrədilir, hansı Excel, PowerPoint, Word. Bu həqiqətən tələbələr üçün çox yaxşıdır. Həm akademik səviyyədə dili daha yaxşı dediyim kimi mənimsəyirlər. Həm də ki, artıq birinci kursda təqdimat hazırlanmalı olur, prezentasiyalar deyirik hansı ki. Mən də elə bu sual haqqında soruşmaq istəyirdim Ülkər xanım sizdən ki, hazırlıq kursunda bayaq qeyd etdiniz ki, ənənəvi metoddan istifadə olunur. Bəs prezentasiyalar təqdim olunurmu sizə? Bəli. Bizim universitetimizdə xeyr. Bu sadəcə İlya Universitetində, həmçinin Tbilisi Dövlət Universitetində. Hal-hazırki, yəni kursda sizdə heç prezentasiya yox. Kursda prezentasiya sadəcə kitab dediniz. Bəli, sadəcə bizim hazırlıq kursunda Tibb Universitetində sadəcə oxuma, dinləmə, kitab, prezentasiya, yəni təqdimat daha çox kurslarda olur. Lakin bizim oxuduğumuz müddətdə isə hazırlıq kursunda prezentasiyalardan da hətta Mosmena deyirdilər, dinləmə, hər tərəfli bizi yenə kəşfiyyat üçün müşahidə parklara və yaxud da digər muzeylərə aparırdılar. Yəni bizdə bunların hamısını tətbiq etmişdilər İlya Universitetində. Bəli, əslində qeyd etdiyim universiteti fərqləndirən xüsusiyyət odur. Məsələn, dediyim kimi təqdimat hazırlamağı öyrədirlər uşaqlara, Gürcü dilində tələbələrə. Bu deməkdir ki, artıq birinci kursa onlar daha hazır olurlar. Məsələn, seçilmiş fakültədə lektor onlardan təqdimat hazırlamağı tələb etdikdə onlar artıq hazır vəziyyətdə olurlar. Ancaq bizdə belə deyil, birinci kursa keçdikdə, məsələn, təbii ki, bu tələbələrə görə fərqlənir, bilən var, bilməyən var. Elə tələbələr var, təqdimat hazırlamağı bilmirlər və artıq birinci kursda çətinlik çəkirlər. Dediyim kimi, İlya Dövlət Universitetini fərqləndirən xüsusiyyətlər bunlardır. Məsələn, daha sosial universitetdir, daha müasir metodlarla keçirilir. Məsələn, diskussiyalar olur, dili öyrənmək üçün oyunlar oynanılır, hansı qarşılıqlı uşaqlar, rollu oyunlar, qarşılıqlı danışırlar və beləliklə dili daha yaxşı mənimsəyirlər. Həmçinin Tbilisi Dövlət Universitetdə onun kimidir, müəyyən fənlər var, dediyim kimi dinləmə, oxuma, onlarda da təqdimat hazırlamaq var və həmin inteqrasiya fənni dediyimiz onlarda da mövcuddur ki, hansı ki, başqa yerlərə göndərilir və dediyim kimi bu tələbələr üçün sosial və təcrübə baxımından həqiqətən çox faydalıdır. Belə. Çox sağ olun Ülkər xanım. Aytən müəllimə istəyirəm növbəti sualımı sizə təqdim edim. Bundan ibarətdir ki, bəs bu təhsil metodları barəsində, yəni müasir metodlar haqqında və yaxud da ənənəvi metodlar haqqında bir statistika mövcuddurmu, yeni statistika? Bəli, mövcuddur Leyla xanım. Amerika pedaqoqlarının araşdırmasına əsasən belə bir statistika mövcuddur. Orada məsələn verilir ki, oxucu və dinləmə 10%-dir. Yəni öyrənmək təsiri. Bəli, belə deyək ki, ənənəvi metoddan əgər istifadə və 10% təsiri var. 10%-dir oxumaqla dinlənmək. Bir də şəkilə baxmaq var, yəni göstərməklə isə şəklini. Buna prezentasiyadan daxildir. Bəli.
bu 20%dir. Düzü gələ-gələ yüksəlir Sonra faizlər. səsli videolar göstərmək, şagirdləri görmək və eşitməklə bu isə 30% təşkil edir. Bir də ki, prosesin bəli izləmək, bu isə nümayişi izləmək, hər hansı bir nümayişi, bu isə 50%-ni. Yəqin ki, buna video roliklər də daxil. Bəli, video roliklərdə hər hansı qısa bir video rolikləri izləmək. Çünki mən yadımdadır, universitet vaxtlarında da ən çox buna da üstünlük verilirdi ki, hər hansı bir tarixi hadisəni və yaxud da digər məlumatları video rolik şəklində daha çox yadımızda qalırdı. Bəli. Bu 50%-ni təşkil edir roliklərdən istifadə, diskussiyalardan iştirak edir. Kiçik seminarlar, bəli. Kiçik diskussiyalar hazırlamaq, nitqli çıxışlar, bunlar isə 70%, yəni belə demək olar yüksək faizi təşkil edir. Bir də var icra etmək, başqasını öyrətmək, bu isə 90%-ni təşkil edir. Çox gözəl Aytən xanım, çox sağ olun dəyərli məlumatlarınız üçün. Mənim də belə bir söz deyim yadıma düşdü ki, ən gözəl öyrənmə başqasını öyrətmək. Doğrudan da çox gözəl bir deyimdir. Elmin sədaqəsidir. Müəllim öyrənməyi, öyrətməyi bacarmalıdır. Bəli. Çox sağ olun dəyərli qonaqlarım, gözəl məlumatlarınız üçün. Bəli, əziz izləyicilər, artıq verilişimizi yekunlaşdırırıq. Və mən sonda demək istəyirəm ki, bizlər də gənclərimizin hər tərəfli inkişafı üçün dəstək olmalıyıq ki, onlar yeni tədris metodlarından istifadə etsinlər və bizlər də öz övladımızı yeni metodlara tərəf yönəltməliyik. Çünki statistikada da özümüz şahidi olduq ki, 70% bunun təsiri vardır. Yəni yeni metodun, bəli, ənənəvi 10% qeyd etmişdir, lakin yeni metod isə 70% tələbələrdə hər tərəfli bacarıqlarının inkişafı üçün təsir göstərir. Sağ olun, gələn görüşlərədək.